Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün mən sizə 9-10-cu siniflər üçün keçirilmiş OTK sınavından coğrafiya suallarının izahını verəcəm. 31-ci sualdan başlayırıq. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Cənubi Avropa və Şimali Afrika. Aralıq dəniz iqlim tipinə malikdir. Bu, hər iki materik üçün, deməli, hər iki ərazi üçün xarakterikdir. Yarımada və adalar üstünlük təşkil edir. Bu, Cənubi Avropada üstünlük təşkil edir. Yəni, birə aiddir. Səhra və yarımsəhra geniş yayılıb. Təbii ki, Afrika, yəni Şimali Afrikaya aiddir. Burada səhralar geniş yayılmışdır. İnkişaf səviyyəsinə görə daha yüksək olan ölkələrin də İtaliya, İspaniya, Portuqaliya kimi ölkələrin olduğu Cənubi Avropanı deyəcəyik. Yer kürəsində mütləq maksimum temperatur müşahidə olunub. Bu, Afrikada, yəni Tropoliya aiddir. Y variantı. Deməli, beləliklə, 1-ə uyğun gəlir BD, 2-yə uyğun gəlir C və Y, 3-ə isə uyğun gəldi A. Cavab D variantı. 32-ci suala baxırıq. Sxemə əsasən hərəkət edən hava kütləsinin hansı məntəqələrə daha az yağıntı vermə ehtimalı olduğunu müəyyən edin. Bildiyimiz kimi qalxan hava axınları yağıntı verir. Erilən hava axınları isə heç bir yağıntı vermir. 1, 2 və 3-cü məntəqələrə baxan, bunlar qalxan hava olduğu üçün yağıntı verəcək. 4 və 5-ci hava axınları isə aşağı enir və aşağı enən hava isinir, heç bir yağıntı vermir. Cavab olacaq 4 və 5 D variantı. 33-cü suala baxırıq. Düzgün ardıcıllığın verildiyi sıraları müəyyən edin. Dağlar, geoloji yaşı və geosinkron inkişaf mərhələsi. Bildiyimiz kimi cavan dağlar geosinkron inkişaf mərhələsinin 3-cü, qədim dağlar isə 4-cü mərhələdə yaranmışdır. Birinci suala baxsa, Karpat cavan dağdır və 3-cü mərhələdir. Deməli, doğrudur. Ural dağları qədim dağdır, 2-ci mərhələ deyil, 4-cü mərhələdir, 2 yanlışdır. 3-də And dağları cavan dağdır və 4-cü mərhələyə aiddir. Deməli, 1 və 3 doğrudur. Qafqaz dağları cavan dağdır və 3-cü, deməli, burada And dağlarını daha doğrusu götürmürük. Burada 4-cü mərhələ qeyd olunmuşdur. And dağları burada yanlışdır, götürmürük. 3 yanlışdır. 4-də Qafqaz dağları cavan dağdır və 3-cü mərhələdir. 4-ü götürürük. 5-də Himalay dağları qədim dağ deyil. 5-də yanlışdır. 6-da isə Alp dağları cavan dağdır və 3-cü mərhələyə aiddir. Deməli, sualın cavabı olacaq 1, 4 və 6 C variantı. 34-cü suala baxırıq. Verilmiş iqlim diaqramına uyğun gələn xüsusiyyətləri müəyyən edin. İqlim diaqramına baxanda yağıntılar əsasən yayda düşür və temperaturun təxminən -8 dərəcəyə qədər enməsi bunu göstərir ki, bu mülayim kontinentalın iqlim diaqramıdır. Mülayim kontinentalın xüsusiyyətlərini tapmalıyıq. Cənub yarımkürəsi üçün xarakterikdir, xeyr, yəni temperaturun iyun, avqust aylarında yuxarı qalxması bu deməkdir ki, bu cənub yarımkürəsinə aid ola bilməz. Şərqi Avropa düzənliyi üçün xarakterikdir, doğrudur. Bu ərazilərdə şəkər qamışı əkilir. Şəkər qamışı tropik enişlərdə, subekvator enişlərdə əkildiyi üçün bu doğru deyil. Bu ərazilərdə şəkər çoğunduru və kətan becərilir. Bu doğrudur. Yağıntılar əsasən ilin soyuq dövründə, xeyr, diaqramda da görürük ki, yağıntılar daha çox isti dövrdə düşür. Yayın mülayim, qışı isə soyuqdur. Bu da mülayim kontinentala aid olan fikirlərdir. Cavab 2, 4, 6 D variantı. 35-ə baxırıq. Amerika qitəsinin sahilləri yuyan Soyuq okean cərəyanları. Burada Kanar Afrika sahillərini yuyur. Kaliforniya, təbii ki, Şimali Amerikanın qərb sahillərini yuyur. Falkland, Cənubi Amerikanın şərq sahillərini. Peru cərəyanı isə Cənubi Amerikanın qərb sahillərini yuyur. 2, 3, 4 sualın doğru cavabıdır. Musson cərəyanı isə Asiya sahillərini yuyan isti cərəyandır. Somali cərəyanı isə Afrika sahillərini yuyan soyuq cərəyandır. Cavab 2, 3, 4 D variantı. 36-cı suala baxırıq. Ağyataq, Çıraq, Paraqaçay və Zəylik yataqlarının müvafiq ardıcıllıqla olduğu faydalı qazıntılar. Deməli, Ağyataq civə yatağıdır. Çıraq neft yatağıdır. Paraqaçay molibdendir. Zəylik isə alnit yatağıdır. Bu da Y variantında göstərilmişdir.
37-ci suala baxın. Havanın nisbi rütubətliyinin artmasına səbəb ola biləcək amillər. Təbii ki, havanın qalxan hərəkəti havanın nisbi rütubətliyinin artmasına səbəb olur. Biri götürürük. Havanın enən hərəkəti olmayacaq. Günəşin düşmə bucağının artması nisbi hündürlüyə təsir etmir. Əslində azalmağına təsir edir, artmasına yox. Əraziyə siklonun daxil olması. Bəli, siklon əraziyə daxil olduğu zaman yağıntının miqdarı artır. 4-ü götürürük. Havanın temperaturunun azalması da yağıntının nisbi rütubətliyinin artmasına səbəb olur. 1, 4 və 5. Cavab 1, 4, 5 A variantıdır. Ərazidəki suxuların yaşı isə buna aid deyil. 38-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Baş Qafqazda yerləşən Salavat aşırımı, Talışda Zuvan aşırımı və Murovdağda hansı aşırım ola bilər? Burada Murovdağa aiddir Ömər aşırımı. Cavab isə Y variantı olacaqdır. 39-a baxırıq. Xəritə sxemdə rəqəmlərlə göstərilmiş su hövzələri müvafiq ardıcıllıqla müəyyən edin. 1. Biskay körfəzidir. 2. Deməli, burada Biskay körfəzi Tiren dənizidir. 3. İran körfəzidir. Biskay körfəzi, Tiren dənizi, İran körfəzi, 4 isə Mərmərə dənizidir. Bu da daha doğrusu B variantında öz əksini tapmışdır. 40-cı suala baxırıq. A nöqtəsində atmosfer təzyiqi 715 mm civə sütunu, B nöqtəsində isə 760 mm civə sütunudur. Sxemdəki kəsmə yüksəkliyi müəyyən edin. Kəsmə yüksəkliyi müəyyən etmək üçün əvvəlcə təzyiq fərqini tapırıq. Yəni 760-dan 715-i çıxırıq. Bu da 45 mm civə sütunu edir. Yəni bilirik ki, 10 metrdə 1 mm civə sütunu dəyişir. O zaman 45 mm civə sütunun dəyişməsi üçün onu 45-ə vurmaq lazımdır. Bu da eləyir 450 metr. İndi isə bu kəsmə yüksəkliyi tapmaq üçün arada yəni kəsmə hündürlük boşluqları hesablayırıq. 1, 2 və 3 boşluq var. O zaman 450-ni 3-ə bölməliyik. Cavab 150 metr. Deməli, kəsmə hündürlüyümüz olacaq 150 metr. Elə B variantı. 41-ci sualda 2,5 ton suyundan alınan duzun miqdarı 95 kiloqram olarsa, suyun duzluğu neçə promillidir? Deməli, biz burada suyun duzluğunu tapmaq üçün deməli, 2,5 ton suda 45 kiloqram duz varsa, o zaman deməli 1 ton suda nə qədər olduğunu tapsaq, cavab tapmış olacağıq. O zaman 95-i bölürük 2,5-ə. Bu da edəcək 95-i 2,5-ə bölsək, bu da 38 promilli cavabını almış olacağıq. Deməli, burada olacaq 38 promilli. Deməli, növbəti sualdan davam edirik. 42-ci suala baxırıq. Tektonik zonalara uyğun gələn əraziləri müəyyən edin. Birinci tektonik zona Böyük Qafqaz qalxması, ikincisi Kür çökməsi, üçdə isə Kiçik Qafqaz qalxmasıdır. Sürüşməyə və parçalanmağa daha çox məruz qalır. Bu Böyük Qafqaza aiddir, yəni 1-ə uyğundur A. Ən qədim suxulara rast gəlinir. Bu, deməli, Kiçik Qafqaz tektonik qalxmasında, yəni 3-ə uyğun gəlir. B, bura uyğundur. Tektonik çökmə zonasıdır. Təbii ki, Kür çökməsinə aiddir, yəni 2-yə. Filiz faydalı qazıntılarla zəngindir. Bu da Kiçik Qafqaz qalxmasına aiddir. D, yəni 3-ə D-də uyğundur. Filizçay və karstaq mineral yataqları mövcuddur. Bu da 1-ə aiddir. Birinciyə 1-ə A və Y, 2-yə C, 3-ə isə B və D. Doğru cavab elə D variantı. 43. Sahilləri 3 okean dəniz sularla yuyulan, 3 okeanın dəniz sularla yuyulan materikləri seçmək lazımdır. Cənubi Amerikanın sahillərini təbii ki, Atlantik və Sakit okean yuyur. A variantı olmaz. B-də Avstraliya sahillərini 2 okean yuduğu üçün Hind və Sakit okean olmaz. Antarktida sahillərini təbii ki, 3 okean yuyur. Hind, Sakit və Atlantik. Şimali Amerika sahilləri isə Şimal buzlu Atlantik, Sakit okean. Cavab C variantıdır. D-də Avrasiyanın sahilləri 4 okean, Şimal Amerika olsa da Avstraliya yanlışdır. Burada cavab oldu C variantı.
44. Azərbaycanda külək eroziyasının ən çox yayıldığı ərazi və həmin ərazisinin yerli küləkləri. Külək eroziyasının daha çox yayıldığı ərazi Abşeron yarımadasıdır. Yəni Abşeron Qobustan ərazisidir. Və burada da Xəzri və Giravar küləkləri üstünlük təşkil edir. Elə A variantı burada doğrudur. 45. Ekvator üzərində aralarındakı vaxt fərqi 24 dəqiqə olan iki məntəqənin xəritədə 33,3 sm-lik məsafə ayırır. Bu xəritənin miqyasını tapın. Əvvəlcə biz bilməliyik ki, 1 dərəcə 4 dəqiqədir. O zaman 24 dəqiqənin neçə dərəcə olduğunu tapırıq. O zaman 24 4-ə bölünür və cavab olaraq biz tapırıq 6 dərəcə. Bilirik ki, ekvator çevrəsində 1 dərəcə biz təxminən 111 götürəcəyik. O zaman 6-nı biz vuracaq 111-ə, eləyəcək 666 və onu isə bölməli 33,3-ə. 666-nı bölürük 33,3-ə. Bu da eləyəcək 20 cavab. Yəni 1 santimetrə uyğun gəlir 20 kilometr. Və bizim miqyasımız ise 20'den sonra 5 sıfır olmalıdır. Burada baxsaq B variantında 200.000, C variantında ise 2 milyondur. Cavabımız 20'den sonra 5 sıfır 2 milyon olacaq. C variantı. 46. Orta uzunluğu daha yüksək olan su hövzələri bu tropik enişlərdə yerləşən ərazilərdə buxarlanma çox olduğu üçün bu dənizlərdə duzluluq da çoxdur və həmçində yağıntının az olduğu ərazilərdə götürməliyik. A variantda Qıbinə körfəzi, Baltik dənizi, burada Egey dənizi olmayacaq. B variantda Karib dənizi, Şimal dənizi, Aralıq dənizi. Burada Karib dənizi uyğun gəlirsə də Şimal dənizində azdır, yəni olmaz. C variantı Xəzər dənizi, Ərəbistan dənizi və Qara dəniz. Burada yenə Qara dəniz daha azdır. Yenə də D-də Qara dəniz çıxacaq. Y variantına baxdığımızda Karib dənizi tropiklərdə, Ölü dəniz və Qırmızı dəniz. Bildiyimiz kimi Ölü dəniz ən duzlu göl hesab edilir. Qırmızı dəniz də ən duzlu dənizdir. 42 promilli duz var. Həmçində Karib dənizdə duzluluq çoxdur. Cavab Y variantı olacaq. 47. Seismik cəhətdən daha fəal düzəlişləri müəyyən edin. Seismik cəhətdən daha fəal düzəlişlər, yəni geosinkronda yerləşənlərdir. Amazon ovalığı platformadadır. Böyük Çin düzənlik platformada yerləşir. Kür Araz ovalığı bəli geosinkronda. Meksika yaylası geosinkronda. Qərbi Sibir platformasında. İran yaylası geosinkronda yerləşir. Cavabımız 2, 3 və 6. 2, 3 daha doğrusu 3, 4 və 6 olacaq. A variantı. 3, 4, 6 A variantı. Buxarlanma qabiliyyəti ilə buxarlanma arasında fərqin buxarlanma arasında kəskin fərqin olduğu ərazilər. Bu daha çox quraq ərazilərdə özünü göstərir. Yəni səhra və yarım səhralarda. Bu ərazilərə baxanda dağlıq əraziləri biz buradan çıxırıq. Məsələn 5 Qapıcıq zirvəsi çıxırıq, 3 həmçinin Bazarcıq çıxırıq. Eyni zamanda 6-da bu da dağlıq ərazi, yan silsilə hissəsidir. Və düzən ərazi, məsələn 2-ni götürərik, Ceyrançöl hissəsi, daha sonra 1-i götürəcəyik, 2, 1 və bir də 7-ni götürərik, Abşeron və 7 Kür arasının Muğan düzünü götürə bilərik. 1, 2, 7, yəni yarım səhra iqlimini götürdük. C variantı. Necə 49-cu suala nəzərdən keçirək. 49-cu sual yuxarıdadır. 20 dərəcə temperaturda 1 kub metr havanın nisbi rütubətliyi 30%-dir. Havanın nisbi rütubətliyi 2,5 dəfə artdıqdan sonra havanın mütləq rütubətliyini müəyyən edin. Nəzərə alın ki, 1 kub metr havada, yəni 20 dərəcə temperaturda 17 qram su buxarı olur. Əvvəl 30% olub. Əgər 2,5 dəfə artıbsa, təbii ki 32,5-ə vursa, eləcə 75%. Yəni indiki nisbi rütubət 75% olub. Bilirik ki 17 qram su varsa, yəni 17 qram bu 100%-dir. 75%-nin neçə olduğunu tapırıq. Yəni 17-nin 75%-ni müəyyən etsək, 17-nin 75%-ni müəyyən edirik. Bu da eləyir 12,75%. 12,75 qram eləyəcək. Cavab A variantı. 50-ci suala baxırıq. Xəritə sxemində musson küləklərinin təsir göstərən əraziləri müəyyən edin. Deməli, Asiyanın sahilləri, xüsusən Cənub
Şərqi və Şərqi Asiyada, bir də Amerikanın bu Atlantik Okyan sahillərində muson külələrinin təsiri var. Deməli, müvafiq olaraq 1, 4 və 7-ci məntəqələri götürür. Cavab C variantı. 51-ci suala bax, xəritə sxemində rəqəmlərə əsasən vulkanik suxulların yayıldığı əraziləri müəyyən edin. Vulkanik suxullar Qarabağ vulkanik yaylasında 5, eyni zamanda Zəngəzur Qapıcıq zirvəsi ətrafında və Talış dağlarında paleogen dövrü vulkanik suxulları geniş yayılmışdır. Cavab 1, 2, 5 Y variantıdır. Digər ərazilərdə isə məsələn 3 və 4 dağlıq ərazilərdir. Orada Təbaşi və Yura dövrünün suxulları olacaq. 6-da da 4-cü dövrün çökmə suxulları yayılmışdır. 52-ci sual. Qarabağ vulkanik yaylasının ən hündür zirvəsi təbii ki Dəli dağdır. D variantıdır burada cavab. Bazardüzü Baş-Qafqaz silsiləsinə, Camış-Tamurov dağlar, Kömürcü Talış dağları, Qapıcıq isə Zəngəzur silsiləsinin ən hündür zirvəsidir. 53-cü sual. Çay və göl şəbəkəsinin sıx olduğu rütubətlənmə əmsalının göstəricisi. Bu haçan olur? Rütubətlənmə əmsalı əgər vahiddən böyük və bərabər olarsa, bu zaman çay şəbəkəsi sıx olur və cavab variantlarında baxanda 1-də vahiddən kiçikdir, 2-də bəli vahiddən böyükdür, yəni 1100 yağıntı, 8 buxarlanmadır, 3-də olmaz, 4-də də bu daha aktivdir, 1500-1200 olacaq, 5-də də bu müşahidə ediləcək. Cavab burada 2, 4 və 5-dir, 6-da isə olmaz, yəni burada yağıntı buxarlamadan daha azdır. Cavab 2, 4, 5 olacaq. 54-cü suala bax. Azərbaycanda arid denudasiyonun daha çox xarakterik olduğu əraziləri müəyyən edin. Arid denudasiyon Qobustan alçaq dağlığı, Muğan düzündə xeyr, Lənkəran düzü olmaz, Ceyrançöl alçaq dağlığı və Naxçıvanın alçaq və orta dağlıq əraziləri üçün xarakterik olacaqdır. Samur dəvəçi də burada olmaz. Cavab 1, 4 və 5. 55-ci səthin albedosunun daha yüksək olduğu adaları seçin. Albedo qar və buzun olduğu ərazilərdə daha çoxdur və yəni bir qütblərə yaxın olan adaları seçməliyik. Buna görə də 1-də Elsmir, 3-də Spitsbergen, 5-də Baffin torpağı. Bunlar qütbdə yaxın qütblərdə yerləşən adalardır. Pirallahı Azərbaycanın ən böyük adasıdır. 4-də Havay adaları tropik enliklərdə, Yava adası ekvator enliklərdədir. Təbii ki, bunlar olmaz. Cavabımız 1, 3, 5-dir. 56-cı sualdan burada davam edirik. Dağın ətəyi ilə zirvəsi arasında 1500 dərəcə Celsius temperatur fərqi varsa, nisbi hündürlüyü müəyyən edin. Bilirik ki, 1000 metr qalxanda temperatur 6 dərəcə Celsius dəyişir. O zaman 15 dərəcə Celsius dəyişməsi üçün lazım olan hündürlük 15.006-ya bölürük. Bu da eləyir 2500 metr. Cavabımız eləyir 2500 metr. Uyğunluğu müəyyən edin. Atlantik, Hind və Şimal Buzlu okeanına aid dənizdə, Karib dənizi aid Atlantik okeanına, Andaman dənizi Hind okeanına, Qırmızı dənizdə Hind okeanına, Aralıq dənizi aid Atlantik okeanına, Bofort dənizi isə aid Şimal Buzlu okeanına. İndi isə situasiyanı oxuyaq. Dünyanın ən soyuq materiki ətrafında dövrə vuran A okean cərəyanı eyni adda daimi külələrin təsirlə yaranır. Bu cərəyan eyni istiqamətdə hərəkət edir. Deməli, okeanlar arasında su mübadiləsinin yaranmasında böyük rol oynayır. Söhbət Antarktida materikindən gedir və onun ətrafında deməli, ən uzun cərəyan olan qərb külələr cərəyanıdır ki, qərb külələrin təsirindən yaranır. 58-də sözü gedən A okean cərəyanın adı qərb külələridir. Qərb külələri cərəyanıdır və cərəyanın temperatur şəraitinə görə soyuq cərəyan hesab edilir. Sözü gedən A okean cərəyanı hansı materiklərin cənub hissəsinə təsir göstərir? Bu deməli Afrika, sonra Cənubi Amerika və Avstraliya materiklərini təsir göstərir. Sözcüdən A okean cərəyanı hansı okeanlar arasında su mübadiləsi? Yazırıq Sakit okean, Hind okean və Atlantik okean olacaqdır. Sualın izahları bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.